Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Məsələ mütəfərriqa, zəkatla əlaqəli, yəni müxtəlif məsələlər. La zəkətə fiyhə yəli idə ləm təkun liticarəti. Yəni, əgər mal ticarət üçün deyilsə, onda zəkat yoxdur. Bu mövzuda olan məsələlər, deyilmi? Aşağıdakı gələn məsələlərdə zəkat yoxdur. Əl-biğali vəl-hamir, qatırlar və uzun qulaqlarda zəkat yoxdur. Xalüs-səimətə indəl imameyn Əbi Yusuf və Muhammed və aleyhül fətvə. Yəni, saima at olsa belə, yəni imameynə görə, Əbu Yusuf və Muhammedə görə fətva da bu yöndədir. Onlarda da yəni at çöldə otlasa belə ilin yarısından çoxunu, onda da nə yoxdur? Zəkat yoxdur. Alufə. Alufə nədir? Və hiyəlləti yəqumu sahibuha bi itamihə minəl qanəmi və qayrihə. Yəni, alufə də odur ki, istəyir inək olsun, istəyir dəvə olsun. Yəni, zəkata düşən cins heyvanların ilin yarısından çoxunu, demək ki, sahibi özü baxırsa, özü otunu, ələfini, arpasını verirsə, bunların da zəkatı yoxdur. Fə inkənət li-ticarəti vəcəbə fiyhə rub'ul üşri idə bələğət qiymətuha ahadun nisabeyn. Əgər bu heyvanlar, yəni evdə baxası olsa belə, tövlədə baxsa belə, bu ticarət üçündürsə, vəcəbə fiyhə rub'ul üşri. O zaman nədir? 40'da birinin, yəni qiymətinin 40'da birini verməsi lazımdır. Fəizəl bələğət qiymətə ətədun nisabeyn. Əgər bunların qiyməti nisab, yəni 2 nisab miqdarından birinə çatarsa, deyilmi? Və o 2 nisab miqdarı da qızılı götürürük, bəli. Və lə təcibü zəkətü fil bəhəymil avamil və hiyəlləti uiddət lil-aməli kə-hirasətil ardı. Yəni, iş üçün baxılan heyvanlarda da zəkat yoxdur. Yəni, bu heyvanlar tarla əkmək, yer əkmək üçün və hazırlanmış heyvanlardır. Və kəssaqi və nəhvihi, yəni sulamaq və bunun bənzər kimi. Və kədəl havamil, minik üçün olanlar da. Və hiyəlləti uiddət li hamlil ətqar. Bunlar da ağırlığı daşımaq üçün hazırlanmış heyvanlarda da zəkat yoxdur. Yəcibu fi zəkatil vasat la ceyyid və la radi. Yəni, heyvanın və yaxud da zəkat verilən malın orta hallı olması lazımdır. Çox yaxşısı. Necə? Orta hallısı götürürlər. Yaxşısı və ya pisi deyil. İllə idə kənə kulluhu ceyyidən fələv kənə əl-qanəm kulluha ceyyidən vəcəbə fihi şəhtun ceyyidətun. Əgər hamısı yaxşı olarsa, o zaman yaxşısından verilər. Məsələn, deyək ki, qoyunlarda hamısı yaxşıdır. O zaman bir gözəl qoyun, yaxşı qoyun, ətinə dolğun qoyun verilər. Mən vəcəbət aleyhi zəkət ba'dəl havələnil havl. Sümmə ihtacə lil-mal fəənfəqəhu fi havaicihi və ləm yəqvə lədeyhi şeyun və ləm təskut anhu zəkat və təbqa deynən aleyhi lil-fuqara. Yəni, o kimsə ki, ona üzərindən bir il keçmiş və zəkat malı varsa, sümmə ihtacə lil-mal, bu adam mala ehtiyacı olar, fəənfəqəhu fi havaicihi və ləm yəbqə lədeyhi şeyun. O, yəni, əsl ehtiyacları üçün, yəni üzərindən zəkat miqdarı toplanmış bir malın üzərindən bir il keçdiyi halda, sonra bu adamda ehtiyac yaranarsa və bu malı ehtiyacı üçün xarclayıb heç bir şey qoymazsa, ləm təskut anhu zəkə. Bu, o demək deyildir ki, zəkat ondan qaldırılmışdır. Və təbqa deynən aleyhi lil-fuqara. Bu, onun üçün fəqirlər üzərinə verəcəyi bir borc olaraq yazılır. Yəcibu ixracu zəkətə acilən ba'dəl havli. Bir il bitincə həmən o dəqiqə zəkatı çıxarıb vermək lazımdır. Fəin axxara iləl amil müqabil əsə və ətimə. Əgər gələn ilə saxlayarsa, o zaman pis iş görmüş olar və günaha batmış olar. Yəcuzu ən yuqaddimə ixraca zəkəti qablə təməmil havli.
Yəni üzərindən bir il keçmədən də insanın yəni deyək ki 8 ayında, 9 ayında və ya nə bilim daha öncədən zəkat miqdarı mala sahibdirsə, üzərindən bir il keçmədən də o malı verməsi caizdir, icazəlidir. Ya yecuzu dəful qiyməti fi zəkə. Zəkatda qiyməti də ödəyə bilər. Yəni malın zəkatıdırsa, o malın dəyərini də dəyərində pul da ödəyə bilər, deyilmi? Velhamdülillahi Rabbil alemin.